Salam, mən FES Akademinin təlimçisi və monitorinq 4-cü siniflər üçün hazırlanmış olan vəsaitin müəllifi Firuzə Hüseyndir. Bugün sizə istədim ki, əyani şəkildə, yəni görüntülü şəkildə dərsliyimizdən, vəsaitimizdən olan monitorinq sınaq 5-in Azərbaycan dili fənninin suallarının izahını verəm. Bilirik ki, monitorinqdə Azərbaycan dili fənninə aid 30 sual, riyaziyyata aid 30 sual yer alır ki, bu da eyni ilə vəsaitimizdə öz əksini tapmışdır. 1-dən 3-ə qədər olan suallar isə keçən ildə gördük ki, heç bir mətnə aid deyil, yəni bunlar mətnə əsaslanmayan suallardır. Gəlin başlayaq birinci sualın izahından. Aşağıdakı cümlələrdən hansında səhv yazılmış söz işlədilmişdir? Bu da 4-cü sinifdən qaydaya əsaslanır ki, orada n və m ilə yazılan sözlər və yaxud da tək hecalı, sonu 2 samitlə bitən sözlərin yazılış qaydaları var. Həmin o qaydaya əsaslanan bir sualdır. Otaqdakı lampa birdən sönüb yanmağa başladı. Baxın, lampa sözü lan yox, lamla yazılır. Yəni bu lampa m-la yazılmalıdır və doğrudur. Bu xəbər onu çox kədərli hiss etdirdi. Hiss 2 qoşa samitlə yazılan sözdür. Yerdə qalan bütün sözlərdə gördüyünüz kimi doğrudur. Bu, hələ ki bizim aramızda qalan bir sirr olsun. Sir sözü s, i, r, 2 r ilə yazılmalıdır. Burada isə 1 r ilə yazılıb. O səbəbdən yanlış yazılan cavab C-dir. D-də isə kombayn sözüdür bizi çaşdıra biləcək söz. Kombaynda n ilə yox, m ilə yazılmalıdır. Yəni, bir də doğru cavab olacaq C bəndi. Davam edək ikinci sualımızla. Gəlin belə qoyaq, 2 ilə yanaşı 3 də düşsün. Nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. Dəhlizdəki rəngarəng evə bəzək vururdu. Rəngarəng nə ola bilər? Baxın, bu həsir, həsr etməkdir nəsə. Həsr edirəm sənə, məsələn, bu şeiri sənə həsr edirəm. Bu ola bilməz. Nəsr yazılış formasıdır. Ümumiyyətlə, nəsr kimi də oxunur, yazılış formasıdır. Bir var şeir nəzmlə yazıla bilər, bir var nəsrlə yazıla bilər. O səbəbdən C ilə D bəndi də gedir. Doğru cavab olacaq B bəndi. Həsir ayağın altından sərirlər ki, dəhlizdə əsasən girişdə həm bəzəmək üçündür, həm də belə deyək də ayağımıza soyuq olmasın deyə sərilən bir vasitədir. O səbəbdən 2-də doğru cavab olacaq B bəndi. 3-ə baxırıq. O, bu məktəbin banisidir və təhsilin inkişafına böyük töhfə vermişdir. Bu cümlədə bani sözü hansı mənada işlənmişdir? Bunlar isə keçən ildə biz müşahidə etdik ki, 2025-ci il Nazirlik tərəfindən keçirilən monitorinq imtahanında 3-cü sual söz boğçasına əsaslanan sual idi. Həmin imtahanda periperat sözünü salmışdılar. Biz də ona görə hər sınaqlarda 3-cü sualı söz boğçasına əsaslanan tipdən salmışıq ki, sizlər üçün də həm söz boğçasını öyrənməyinizdə köməklik göstərən bir yol olsun. Bani nə deməkdir? Ümumiyyətlə, çalışın bu tip sualları həll edərkən birinci cavablara baxmayın, cavaba baxmadan özünüz məntiqini düşünün. Bax, nə deyir? Məktəbin banisidir. Yəni, məktəbin banisi, məktəbin yaradıcısı ola bilər də, əsasını qoyan şəxs ola bilər. Çünki təhsilin inkişafına böyük deyir, töhfə vermişdir. Məktəbi yaradıb ki, insanlar gəlib təhsil alıb və təhsil inkişaf edib. Deməli, burada bani olacaq təhsilin əsasını qoyan şəxs. Davam edək 4-cü sualımızla. Lakin 4-ə keçməzdən əvvəl yenə də xatırlatma edək ki, keçən il imtahanda da 3 mətn salmışlar. Yəni, hər il 2 şəkildə düşürdü. Bir bədii mətn, bir elmi mətn. Artıq bu ildən qaydalar dəyişdi və monitorinq imtahanında 3 mətn salındı və birinci mətn şəkilə əsaslanan mətn idi. Gəlin görək bizdə nədir? Və qeyd edim ki, vəsaitimizi əldə etmək istəyirsinizsə, İstənilən kitabxanaya yaxınlaşa bilərsiniz və yaxud da ekranda gördüyünüz 055 527 25 99 nömrəsinə yazaraq da sifariş verə bilərsiniz. Xoş geri dönüşlərinizi alırıq və bu da bizi çox sevindirir. Ümid edirik ki, bundan sonra da əldə edəcək vəsaiti, əldə edəcək müəllimlərdən, valideynlərdən və şagirdlərdən yenə də xoş rəylər almağa davam edərik. Gəlin mətnimizi oxuyaq, ondan sonra davam edək. Bizə nə deyir? Birinci mətnimiz uzun dərə rəqsidir, təbiətdən doğan gözəllik.
Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir. Hər bölgənin öz adət-ənənələri, geyimləri, mahnıları və rəqsləri var. Bu rəqslər əsrlərlə qorunaraq bu günə qədər gəlib çatmışdır. Onlardan biri də Uzundərə rəqsidir. Bu rəqs Azərbaycanın gözəl təbiəti, dağları və dərələri olan bölgələrdə yaranmışdır. Uzundərə sözünün mənası uzun dərə, yəni dağların arasından uzanan böyük və enli vadi deməkdir. Bu rəqs də məhz belə dərələrdə yaşayan insanların həyatından ilhamlanaraq yaradılmışdı. Uzundərə rəqsinin tarixi çox qədimdir. Dəqiq olaraq nə vaxt yarandığı bilinməsə də, xalq arasında nəsildən nəsil ötürülmüş və bu günə qədər gəlib çatmışdır. Uzundərə rəqsi adətən qadın və kişi rəqqaslar tərəfindən rəqs edilir. Rəqsin hərəkətləri yüngül, zərif və axıcıdır. Əvvəlcə musiqi yavaş başlayır. Rəqqaslar bir neçə addım irəli gedir, sonra geri çəkilirlər. Bu hərəkətlər təbiətdəki axan suyu, uçan quşları və əsən küləyi xatırladır. Sonra musiqinin tempi artır və rəqqasların hərəkətləri daha canlı və sürətli olur. Bu, insanın həyatdakı sevincini və enerjisini göstərir. Gördüyünüz kimi, Uzundərə rəqsi və Nəlbəki rəqsinin müqayisəli şəkli də verilib ki, bu da dediyimiz kimi, keçən ildən imtahanlara salınan yeni tip mətindir. Uzundərə rəqsi yalnız bir rəqs deyil, o insanların əhval-ruhiyyəsini, təbiətə bağlılığını və bir-birinə olan münasibətini ifadə edən sənət əsəridir. Keçmişdə insanlar bu rəqsi toylarda, bayramlarda və kənd şənliklərində rəqs edirdilər. Bu rəqs həm sevinc anlarını, həm də təbiətə olan sevgini ifadə edirdi. Uzundərə rəqsinin musiqisi də özünə məxsusdur. Balaban, zurna və nağara kimi musiqi alətləri bu rəqsin ifasında mühüm rol oynayır. Bəzən kamança da bu musiqilərə əlavə olunur. Musiqinin ritmi rəqqaslara istiqamət verir və onların hərəkətlərini daha təsirli edir. Bu gün də Uzundərə rəqsi müxtəlif tədbirlərdə, konsertlərdə və məktəb bayramlarında ifa olunur. Uşaqlar bu rəqsi öyrənir və milli dəyərlərimizi qoruyurlar. Bu cür rəqslər bizim keçmişimizə bağlanmağımızda və mədəniyyətimizi yaşatmağa kömək edir. Beləliklə, Uzundərə rəqsi təkcə bir musiqi və ya oyun deyil, o xalqın həyat tərzi, duyğuları və təbiətə olan heyranlığı ilə yoğrulmuş bir mədəni irs nümunəsidir. Bu gözəl rəqsi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vəzifəsidir. Qurtardıq. Mətnimiz bu qədər idi. İndi gəlin baxaq 4-cü suala. 4-dən 12-yə qədər olan suallar hamısı bu mətnə əsaslanacaq. Mətnə əsasən hansı fikir doğrudur? Bax, mətnlə işləyərkən nəzərə alın ki, siz mətndə hamısını düz yazmalısınız. Niyə? Çünki oxuyub anlama olduğu üçün bütün sualların cavabı mətnin içində əks olunur. Qrammatikada ola bilər ki, hər hansısa bir şəkilçini unudasınız, qaydanı unudasınız, sualını unudasınız və bu sizin səhv yazmağınıza səbəb olsun. Amma oxuyub anlama imtahanda olması sizi ona görə yaxşıdır ki, bütün sualların cavabı mətndən tapmaq olur. Ona görə də çalışın, birinci sualı düzgün təhlil edin. Cavabları oxumadan özünüz cavabı tapmağa çalışın. Daha sonra mətnə əsaslanın. Doğru fikir istəyir. Uzundərə rəqsi yalnız qadınlar tərəfindən rəqs edilir. Xeyr, yalnız qadınlar deyil idi. Mətnimizdə də deyirdi ki, kişilər də var idi. Uzundərə rəqsi təkcə bir oyun deyil, xalqın həyat tərzini əks etdirən sənətdir. Tanış gəldimi bu cümlə sizə? Eyni ilə mətndə də bu cümləmizi vermişdi, yəni doğrudur. Uzundərə rəqsi şəhər mühitində yox, əksinə deyirdi ki, dağların ətəyində, o vadidə, çayda yaşayan kənd insanlarının yaşayışını göstərmək üçün yaranmışdı. Bu rəqsin musiqisi yalnız nağara deyil idi, orada zurna da, balaban da, nağara da 3 alətin adı çəkilmişdi. Mətni yadda saxlamaqda çətinlik çəkirsinizsə, açın, hər sualın cavabını mətndən tapın. Əmin olun ki, hamısının cavabı mətndə var. Əgər siz vaxtınızı, qənaət etməyi düşünmədən gedib axtarsanız, görəcəksiniz ki, həqiqətən də sualların cavabı mətndə var. Davam edək 5-ci sualla. Mətndə hansı suala cavab yoxdur? Uzundərə rəqsi harada yaranıb? Bu var idi, vadidə yaranmışdı. Uzundərə rəqsində hansı musiqi alətlərindən istifadə olunur? Balaban var idi, nağara var idi,
3 alətin adı çəkilmişdi. Uzundərə rəqsində hansı hərəkətlər yerinə yetirilir? Orada deyilirdi. Katdı, mirəli, geri, yəni bu alətdə, bu belə deyək də, gedişlərin adı çəkilmişdi. 5-də nə deyir? Deyir, Uzundərə rəqsinin müəllifi kimdir? Uzundərə rəqsinin müəllifi biz bilmirik kimdir. Hardan bilə bilərik axı? Bu sadəcə nədir? İnsanların, o həmin insanların yaşayışını əks etdirən rəqs nümunəsidir yaranıb. Kim yaradıb? Bizim bu barədə bir fikrimiz yoxdur. Vəsaitimizdə şəkillərdən də istifadə etmişik ki, uşaqlara maraqlı olsun. 4-cü sinifə hazırlanan monitorinq vəsaitlərində əksərən şəkilsiz olduğu üçün bu şagirdlərə sıxıcı gəlir. Amma bizim vəsaitimizdə şəkillər də var və bunu da qeyd edim ki, mətnlərin həcmi ilə bağlı da fikrimi hər izahda bildirirəm. Yenə də bildirim ki, keçən il monitorinq imtahanında şagirdin qarşısına 2 vərəqlik mətn qoyulanda bu şagirddə çaşqınlıq yaratdı. Çünki şagird böyük həcmli mətnləri işləməyə alışıq olmadığı üçün bir növ səbri çatmadı və oxumadan yazmışdılar deyə əksər şagirdin sırf həmin mətndə, yanğın mətnində səhvi çıxmışdı, çox səhvi çıxmışdı və riyaziyyat faizi ana dili faizindən yüksək gəlmişdi. O səbəbdən də asan mətnləri işləməyi hər birimiz bacarırıq. Əsas olan uzun mətnləri oxumaqdır. Və yenə də deyirəm, hər sualın cavabı mətndə olduğu üçün də bu sizə o qədər çətin gəlməməlidir. Davam edirik 6-cı sualla. Uzundərə rəqsi ilk olaraq Azərbaycan xalqının nəyini əks etdirir? Kənd təsərrüfatı bayramlarında rəqs edilmişdir. Təbiətdən ilham alaraq yaratdığı rəqslərdəndir. Yalnız kişi rəqqaslar tərəfindən xeyr, həm kişi, həm qadın idi. Şəhərlərdə oynanılan ənənəvi rəqs idi. Şəhər sözü səhvdir. Burada yalnız kişi səhvdir. Kənd təsərrüfatı bayramlarında rəqs edilmişdi, düzdür. Amma orada yazılmışdı ki, sonradan ilk dəfə bizə deyir, ilk olaraq təbiətdən ilham alanaraq yaranan bir rəqsdir. Çünki təbiəti əks etdirir. Orada nə deyirdi? Çaylardan gələn suyu, dağlardan gələn seli, bunların hamısını əks etdirirdi. O səbəbdən doğru cavab olacaq B bəndi. 7-yə baxırıq. Verilən fikirlərdən biri Uzundərə rəqsinə aid deyil. Uzundərə rəqsi qadın və kişi rəqqaslar tərəfindən rəqs edilir. Bu doğru cavabdır. Qələmimizi də seçək. Bu doğru cavabdır. Bu rəqsin musiqisi balaban, zurna və nağara ilə müşahidə olunur. Səhərdən 3 dəfə demişik, elə hər sualın içində. Bu da doğru cavabdır. Uzundərə rəqsi yalnız təntənəli rəsmi dövlət tədbirlərində xeyr. Ümumiyyətlə, yalnız, bütün bu sözləri görəndə variantlarda diqqətli olun. Niyə? Çünki çox vaxt gəlir səhv cavab kimi o variant çıxır. Yalnız orada o oxunmurdu. Bayramlarda da, şənliklərdə də, tədbirlərdə də, yəni hər yerdə olurdu. Ona görə yanlış fikrimiz olacaq C bəndi. Rəqsin hərəkətləri təbiəti və insanların duyğularını əks etdirir. Bu da elə mətnimizdə deyirdi, rəqsin yaranma səbəbidir. 8-də deyir ki, mətnə əsasən rəqsin hansı xüsusiyyəti vurğulanmamışdır? Rəqsin hərəkət və temp xüsusiyyətləri var idi. Düzdürmü? Deyirdi, irəli gedirlər, geri gedirlər, asta tonla başlayırlar. Bu var idi. Rəqsin yaranma məkanı və mənası dedik ki, insan duyğularını əks etdirmək üçün və təbiəti təsvir etmək üçün yaranmışdı. Yarandığı məkanda vadidə yaranmışdı. Yəni orada yaşayan insanların yaşayışını göstərdiyi üçün ilk olaraq da orada başlanmışdı. Rəqsin musiqi alətləri ilə ifası bayaq da demişik, indi bu da dedim 4-cü olsun. Nağara, balaban, zurna idi. O səbəbdən cavabımız A olacaq. Çünki rəqsin geyim elementlərindən. Düzdür, biz bilirik, özümüz bilirik milli geyimlə oynanılan bir rəqsdir. Çünki Azərbaycan xalq rəqsidir. Amma mətnimizdə buna toxunulmamışdı deyə biz bildiyimiz şey də olsa bunu səhv cavab kimi götürməliyik. Yəni 8-də doğru cavab olacaq A bəndi. Gəlin nişanlayaq. 9-a baxıram. 4-cü abzas hansı yarım başlıqla adlandırmaq olar? Keçən il imtahan tiplərində də yarım başlıqlardan suallar düşmüşdü və eyni ilə nömrələnmə olan testləri biz də vəsaitimizdə nömrələmişik. Nömrələnmə olmayan testləri də nömrələməmişik ki, şagird eyni ilə imtahan tipinə hazırlaşmış olsun. Baxmayaraq ki, biz başlamışıq hələ sizinlə mövzu sınaqlarının izahına. Mövzu sınaqları da əslində yekun monitorinq tipi əsasında hazırlanmışdı.
Dördüncü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? Gəlin gedək dördüncü abzasımıza tapaq. Görək dördüncü abzasda nə deyir bizə? 4. Uzundərə rəqsi yalnız bir rəqs deyil, insanların əhval-ruhiyyəsini, təbiətə bağlılığını, münasibətini əks etdirir. Toylarda, şənliklərdə, bayramlarda ifa edirdilər, daha doğrusu rəqs edirdilər. Gəlin görək uyğun cavab tapa bilərikmi? Rəqsin mənəvi və rəqsin yaranması, rəqsin adının mənası, rəqsin oyun alətləri. Baxın, oyun alətləri burada deyil idi. Rəqsin yaranması burada deyil idi. Adının mənası da burada deyil idi. İndi baxın, çünki əvvəldə adının mənası var idi. Onu da sizə göstərəcəm. Baxın, Uzundərə sözünün mənası uzun dərə. Bu ikinci abzasdadır. Deməli, bu bizim doğru cavabımız ola bilməz. Deməli, cavab nə olacaq? Rəqsin mənəvi və sosial əhəmiyyəti. Yəni, bu rəqs nə üçün oynanılırdı? Necə yaranmışdı? Bütün bunların hamısı A bəndində öz əksini tapır. Sonuncu abzasın əsas məqsədi nə idi? Sonuncu abzası gəlin bir də baxaq. Əslində, baxmağa ehtiyac yoxdur. Yadda saxlayaq ki, əsasən mətnlərin sonunda bizə hər hansısa bir hadisənin vacibliyi vurğulanır. Xüsusilə də bu vətənpərvərlik mövzusunda yazılıb da, yəni Azərbaycana aid olan bir elementi bizə nümayiş etdirir. O səbəbdən də Uzundərə rəqsinin hansı bölgədə yarandığı əvvəldə idi. Rəqsin musiqi alətlərini sadalamaq sonlara yaxın idi, amma son deyil idi. Uzundərə rəqsinin qorunması və vacibliyini vurğulamaq bizə lazım olan cavab C bəndidir. Rəqsin hərəkət tempindən danışmaq, bu da ortalarda idi. Yəni, sonda gəlib rəqsin tempindən niyə danışsın? Sonda bizə onu qorumağın vacibliyini vurğulayırdı mətndə. Aha, gəlin gedək rəqsin ifa alətləri hansı abzasda öz əksini tapmışdı? Gəlin göstərək. Elə son abzası da sizə göstərmiş olarıq. Belə duraq, çünki bu bir tərəfdə idi. Aha, baxın. Bu bizim son abzasımızdır. Bayaq deyirdi, gələcək nəsillərə ötürməliyik, qorumaq lazımdır. O səbəbdən C bəndini seçdik. Bu da bizim musiqi alətləri olan hissəmizdir. İndi musiqi alətlərini də tapaq, buradadır. Balaban, zurna və nağara kimi alətlərlə. Bu da haradaydı? Baxın, 5. Deməli, 5-i seçməyə lazımdır. Düşək 5-i cavab olaraq götürək. Aha, 5-ci abzasdadır, yəni 11-də doğru cavab olacaq, D bəndi. Mətnimizin sonuncu sualına baxırıq, 12-ci sual. 12-ci sual isə şəkilə əsaslanan sualdır. Keçən ildə 2025-ci ildə də salınmış mətndə heç bir sual şəkilə əsaslanmırdı. Yalnız 12-ci sualı şəkildə verilmiş deyirdi. Bu da şəkildə verilmiş deyəndə nəyi nəzərdə tutur? Mətnin içində verdiyi şəkli nəzərdə tutur. Həmin şəklə baxacaq və Uzundərə haqqında verilən məlumatları seçəcək. Mən belə baxanda artıq bilirəm, amma əlbəttə ki, bir yerdə baxmağımızda belə deyək də doğruluq payı var. Çünki ola bilər ki, bəzi məlumatlar mətnin içində olmasın, şəkildə verilsin. Şəkil bu biri tərəfdə idi. Baxın, buradadır şəkil. Uzundərə rəqsi və Nəlbəki rəqsi. Nəlbəki rəqsinə yazılıb ki, qadın rəqsidir. Yəni, Nəlbəki rəqsin qadın oynayır, kişi oynamır və simvolik mənası yoxdur. Rəqqasə nəlbəki ilə fırlanır, cəlbedici hərəkətləri var. Yəni, biz necə fırlanır, nəlbəkini fırladır və s. Bu hərəkətlər də cəlb edir. Uzundərə rəqsi isə dağlıq yerlərdə yaranıb, həm kişi, həm də qadın rəqsidir. Rəqqaslar irəli, geri addımlayırlar, təbiətlə bağlı hərəkətlər var. Gördüyünüz kimi, burada elə də fərqli yox idi, çünki mətnə əsaslanırdı. Deməli, cavabımız nə olacaq? Nəlbəki ilə oynanılır, bu nəlbəki rəqsi idi. Yalnız qadınlar oynayır, nəlbəki rəqsi idi. Təbiətlə əlaqədar rəqsdir, bu Uzundərədir. Həm kişi, həm qadın, bu da Uzundərədir. Yəni 3 və 4 doğru cavab olacaq, A bəndi. Uzun mətni ikinci salmışlar, bizdə də biraz uzundur, amma narahat olmayın. Uzun da olsa, əmin olun ki, az gələcək sizə. Niyə? Çünki vacib faktlar çox az olur içində uzun mətnlərin. 13-dən 21-ə qədər suallar qayıdış mətninə əsaslanacaq. Elvin günün çox hissəsini evlərinin həyətində keçirərdi. Kiçik bir kənddə yaşasalar da,
O, dünyanı tanımaq istəyirdi. 10 yaşında olmasına baxmayaraq, çox sual verən, maraqlı və müşahidəçi bir uşaq idi. Nənəsi Gülxanım hər axşam sobanın yanında oturub ona nağıllar, xatirələr danışardı. Ancaq Elvin üçün nənəsinin nağıllarından daha maraqlı olan bir mövzu vardı, Qarabağ. Nənəsi deyərdi ki, onlar əslində buranın sakini deyillər. Ailələri illər əvvəl Qarabağdan köçmək məcburiyyətində qalıb. O zaman Elvin bu sözü tam başa düşməzdi. Necə yəni? İnsan doğulduğu torpağı tərk edər? Bir dəfə nənəsi sandığından köhnə bir yaylıq çıxartdı. Rəngləri biraz solmuşdu, kənarları səliqə ilə tikilmişdi. Bu yaylığı mən hələ gənc qız olanda Şuşada almışdım, dedi. Bizim evimizin pəncərəsindən dağlara baxmaq mümkün idi. Yayda o dağlar sanki yaşıl xalça ilə örtülərdi. Elvin bu təsviri yaddaşında canlandırmağa çalışdı. O heç vaxt Qarabağı görməmişdi. Amma nənəsinin sözləri onun xəyalında canlı şəkillər yaradırdı. Elvinin atası Hidayət müəllim kənd məktəbində müəllim işləyirdi. O da Qarabağdan idi. Danışmazdı çox, amma baxışlarında qürurla qarışıq bir kədər vardı. Elvin nə vaxt Qarabağ barədə soruşsaydı, atasının səsi biraz titrəyərdi. Bir gün qayıdacağıq, oğlum, deyərdi. O torpaq bizim nəfəsimizdir. Zaman keçdi. Elvin böyüdükcə Qarabağın adı ona daha çox yerdə tanış gəlməyə başladı. Bizim evimizin pəncərəsindən dağlara baxmaq mümkün idi. İndi nə deyir? Biz o torpağın, müəllimlər deyərdi, uşaqlar, biz Qarabağı heç vaxt unutmadıq. Biz o torpağın sahibiyik. Sadəcə hələ ora dönməyə vaxtı gəlməyib. Nəhayət bir gün həmin vaxt gəldi. Elvin məktəbdən evə qayıdanda atası onu həyətdə gözləyirdi. Üzündə qeyri-adi bir sevinc vardı. Elvin, oğlum, Qarabağ azad olunub, dedi. Elvin əvvəlcə anlamadı. Nənəsi asta addımlarla çıxıb atasının yanında dayandı. Dəsmalını gözlərinə tutdu. Göz yaşları susaraq axırdı. Elvin başa düşdü ki, bu sevinc göz yaşlarıdır. Ertəsi gün evdə qəribə bir həyəcan vardı. Nənə sandığı açıb yaylığını, bir ovuc torpaq dolu balaca kisəni və bir neçə köhnə şəkili çıxartdı. Anası da bir neçə gün ərzində paltar, qab-qacaq hazırlamağa başladı. Ailənin hər bir üzvü bilir və hiss edirdi ki, bu dəfə köç başqa cür olacaq. Bu dəfə onlar doğma yurdlarına qayıdırdılar. Uzun yolçuluq başladı. Avtomobildə gedərkən Elvin pəncərədən dağlara, dərələrə baxırdı. Yol boyu atası bir neçə dəfə dayandı və nənəsi torpağa baxaraq dua etdi. O da dua etdi ki, nə yaxşı ki, bu günü görə bildi. Onlar Qarabağın bir kəndinə, Hidayət müəllimin doğulduğu yerə çatdılar. Ev yoxdur. Dağıdılmış divarlar, qırılmış dam örtükləri, yabani otlar. Amma heç kim məyus değildi. Çünki bu torpaq artıq onların idi. Həmin gün ailə köhnə evlərinin qalıqları önündə dayanıb şəkil çəkdirdi. Elvin olan nənəsinin göz yaşlarını bir daha gördü. Bu dəfə o özü də ağladı. Səbəbini bilmirdi, amma ürəyi dolmuşdu. Elvinin ailəsi dərhal evin bərpasına başladı. Hər kəs əlindən gələni etdi. Atası kənd məktəbində işləməyə başladı. Anası evin həyətində bağ saldı. Nənəsi torpağın bir küncünə əvvəlcədən gətirdiyi çiçək toxumlarını səpdi. Hər gün həyat yenidən qurulurdu. Elvin yeni məktəbə başladı. Sinif yoldaşlarının çoxu başqa bölgələrdən gələn uşaqlar idi. Hər kəsin bir hekayəsi vardı. Hamısı da oxşar. Biz də qayıtdıq. Onlar təkcə məktəbdə oxumur, həm də birlikdə torpaq becərir, ağac əkir, həyətlərini təmizləyirdilər. Elvinin yazdığı ilk inşa doğma torpağın Qarabağ oldu. Müəllimi onu yüksək qiymətləndirdi və dedi: "Sənin sözlərin gələcək nəsillərə qalacaq." Bir gün Elvin nənəsinin həyətdə oturub çay içdiyini gördü. Sakitlik vardı. Nənəsi dedi: "Elə bil illərlə nəfəs almırdım. İndi torpağın qoxusunu hiss edirəm. Bilirsən, torpaq da insana oxşayır. O da öz adamını tanıyır." Elvin başa düşdü ki, bu torpaq yalnız yaşamaq üçün yer deyil. Bu torpaq xatirədir, tarixdir, ruhdur. Qarabağ yalnız gözəl dağlar və bulaqlarla deyil, içində yaşanan həyatla gözəldir. Elvin bu həyatın bir parçası olmaqdan qürur duydu. O artıq gələcəyini görürdü.
böyük adam olacaq, Qarabağ haqqında kitablar yazacaq, insanlara bu torpağın gözəlliyini, keçmişini və nə qədər əziz olduğunu danışacaqdı. Çünki o artıq təkcə eşitdikləri ilə yox, yaşadıkları ilə Qarabağlı idi. 13-cü sualımızla davam edirik. Elvinin ailəsi əvvəllər harada yaşayırdı? Elvinin ailəsi gəlin görək harada yaşayırdı? Baxaq. Mətnimiz başlayan hissədən Elvinin ailəsinin harada yaşadığına baxaq görək. Harada yaşayırdı? Qarabağa köçmək məcburiyyətində qalıblar. Deməli, harada yaşayıblar əvvəl? Qarabağda yaşayıblar. Baxmayın ki, Bakıda və s. düzdür, yerlərin dəyişiblər. Amma ilk olaraq əvvəllər harada yaşayırdılar? Lap Bakı olsun, dağ kəndi olsun, fərqi yoxdur. Əvvəl Qarabağda yaşayırdı, ailəsi deyir deyə. Cavab D bəndidir. Elvinin nənəsi Qarabağdan nəyi sandığında saxlamışdı? Şuşadan aldığı yaylığı var idi, torpaq gətirmişdi bir ovuc, bir də qədimə əsaslanan şəkillər var idi. Ona görə də cavab olacaq C bəndi. Görürsünüzmü, suallar necə rahat gedir. Mətn uzun olsa da bu tip sualları bədi mətndir deyə oxuyanda da rahat yadda qalır. Cavablar da rahat tapılır. Yenə qeyd edirəm, vəsaitimizi əldə etmək üçün 055 527 25 99 nömrəsinə də yaza bilərsiniz və yaxud da istənilən kitabxanaya yaxınlaşaraq əldə edə bilərsiniz. Əminik ki, bu vəsaitlə hazırlaşaraq siz həm imtahana hazırlaşmış olacaqsınız, həm də mövzu sınaqları olduğu üçün əlavə bir vəsait yenidən alıb işlətməyinizə ehtiyac olmayacaq. Çünki şagirddə həmin mövzunu möhkəmləndirmək üçün də rahatlıqla istifadə edə biləcəyiniz bir vəsaitdir. Elvin ağlamışdı. Çünki Elvin ağlamışdı. Nəyə görə? Nənəsinin sevinc gözyaşlarına və torpağa qovuşmasına görə. Ailənin Qarabağa qayıtması hadisəsi hekayədə nə ilə xarakterizə olunur? Bu, sıradan bir köç deyil, illərlə ürəklərində yaşatdıqları doğma yurda qayıdış və ruhən tamamlanma hadisəsi kimi. Bəli, elə cavab adı. Ailə yeni bir yerə turist kimi, xeyr, turist kimi səyahət gedib daimi qalmır. Müvəqqəti gedir, gəzir, gəlir. Amma bunlar gəzməyə yox, yaşamağa getmişdilər. Ailə bunu oxuduq. Ailə Qarabağa qayıtdıqda orada artıq hər şey hazır və yenilənmiş vəziyyətdə idi. Xeyr, əksinə bunlar düzdür. Bizim əslində olan prezidentimiz o torpaqların üzərində işləyib, yeni evlər saldırıb. Yəni bütün bunlar dövlətimiz tərəfindən qarşılanıb. Amma mətndə bu ailə özü-özünə ev salmağa çalışırdı. Ona görə bu da səhvdir. Hekayədə ailənin köçməsi maddi səbəblərlə əlaqələndirir. Xeyr, torpaqlar alındığı üçün köç etmişdilər. Torpaq yalnız yaşamaq üçün yer deyil, o insanın keçmişini, xatirəsi, kimliyi və ruhudur. Fikrinə əsasən müəllif nə deyir? İnsanlar torpağı dərk etdikdə onu unudurlar, xeyr, əksinə bunlar görürsünüzmü, alınan kimi geri dönür. Doğma torpaq insan üçün yalnız fiziki məkan deyil, onun həyatının ayrılmaz bir hissəsidir və ona dərin mənəvi bağlılığı yaradır. Elə cavab B bəndidir. Torpaq yalnız kənd təsərrüfatı üçün vacibdirmi? Xeyr, axı orada deyir, insanın ruhudur. Torpaq hiss eləyir ki, biz gəlmişik. Keçmişi düşünmək insanı zəiflədir. Xeyr, əksinə onlar keçmişlə yaşayırdılar deyə həqiqətən də Qarabağ azad olundu və torpaqlarına qayıtdılar. Mətnin mövzu və ideyası, mətnin mövzusu məlum məsələdir ki, vətən mövzusu idi. Qarabağın təbiətin gözəlliyindən danışmırdı. Yəni, mətndə düzdür, dağlardan danışırdı. Amma mətnin bir yerində, hissəsində keçirdi. Ümumi mətndə nəyi vurğulamağa çalışırdı? Vətənpərvərlik mövzusu. Ona görə A bəndi səhvdir. Bir ailənin şəhərə köçərək yeni həyata başlaması, ailənin Qarabağ torpağına qayıdış və orada yeni həyat qurması cavab C-dir. İdeyası da doğma torpaq insanın ruhunun bir hissəsidir. Ona qayıtmaq həm fiziki, həm də mənəvi qayıdış deməkdir. İdeya isə oradan çıxartdığımız nəticədir. Elvinin nənəsinin Qarabağda saxladığı əşyaların hekayədəki simvolik mənası nə idi? Onlar sadəcə təsadüfən saxlanılmış və dəyəri olmayan köhnə əşyalardır. Xeyr, bu əşyalar nənənin keçmişə aid olan xatirələrinin unutqanlıqla yox olduğunu göstərir. Xeyr, yox olsaydı zaten saxlamazdı.
Bu əşyalar nənənin Qarabağa, doğma yurduna olan bağlılığını və yaddaşına qoyduğu, saxladığını simvolizə edir. Cavab C bəndidir. Əşyalar Qarabağda bir daha istifadə edilməyəcək. Xeyr, əksinə onları bir gün Qarabağda atsın deyə saxlamışdı sandığında. Biri mətnin hissələrinə yarımbaşlıq ola bilməz. Doğma yurda qayıdış sevinci mətnimizdə var idi. Uşaq gözü ilə Qarabağ xatirələri mətnimizdə var idi. Ailənin yeni həyat qurmağa başlaması var idi. Torpaq üstündə mübahisə yox idi. Yəni ayermənilər belə gəldi aldı, Azərbaycanı biz necə azad etdik, 44 gün müharibə getdi və s. bunlar yazılmamışdı. Sadəcə geri alınma xəbər verilmişdi. Yəni düşmənlərimizin adı çəkilməyib deyə biz bunu götürə bilmərik. 21-də deyir ki, mətnin məzmununa əsasən cavablardan neçəsi doğrudur. Elvinin ailəsi illər əvvəl Qarabağı tərk etmiş və o torpağı heç vaxt unutmamışdı. Doğrudur. Elvin Qarabağı əvvəllər bir neçə dəfə görmüşdü. Xeyr, heç görməmişdi. 2 yanlışdı. Ailə Qarabağa qayıtdıqdan sonra yenidən həyat qurmağa başlamışdı. Doğrudur. Hərəsi deyirdi, ata işə başlayırdı, ana bağ salırdı, nənə çiçək əkirdi. Elvinin nənəsi Qarabağdan gətirdiyi bəzi əşyaları illərlə qoruyub saxlamışdı. Dedi, yaylıq idi, torpaq idi, şəkillər idi. Qarabağa qayıdış ailə üzvləri üçün həm də sevinc, həm də göz yaşları dolu bir hadisə olmuşdu. Sevinc göz yaşları mətndə vurğulanırdı. Bu da doğrudur. Yəni 4 doğru cavabımız var deyə cavabımız olacaq D bəndi. Son mətnimizə keçirik. 22-dən 30-a qədər olan mətnlər isə elmi mətnə. Elmi mətndən daha çox deyərdim ki, müqayisəli mətnə əsaslanır. Çünki bu mətndə 2 əşya götürülür və yaxud da 2 istənilən bir şey ola bilər. Bunlar müqayisə edilir. Həyat tərzi. İnsanlar müxtəlif coğrafi və sosial mühitlərdə yaşadıqlarından onların həyat tərzləri də fərqli olur. Bu fərqliliklər içində ən çox diqqət çəkənlərdən biri kənd həyatı ilə şəhər həyatıdır. Hər iki mühitin özünə məxsus üstünlükləri və çətinlikləri vardır. Kənd həyatı təbiətə yaxın, sakit və adətən fiziki zəhmətə əsaslanan bir həyatdır. İnsanlar torpaqla, heyvanlarla məşğul olur. Günlərinin böyük hissəsini açıq havada keçirirlər. Bu insanın həm sağlamlığı, həm də psixoloji rahatlığı üçün faydalıdır. Kənddə insanlar bir-birini yaxşı tanıyır, bir-birinə kömək edir, yaxın münasibətlər qururlar. Toy, yaz, bayram kimi mərasimlər kənd cəmiyyətinin birlik göstərir. Həmrəylik hissi daha güclü olur. Uşaqlar daha erkən yaşlarından əmək vərdişləri qazanır, məsuliyyət hissi artır. Sakitlik, təmiz hava və təbii qida kənd həyatının ayrılmaz hissəsidir. Buna qarşı olaraq şəhər həyatı daha sürətli, texnoloji və rahatlıq baxımından zəngin sayılır. Şəhərlərdə infrastruktur daha inkişaf edib. Məktəblər, xəstəxanalar, universitetlər, mədəniyyət mərkəzləri, ticarət obyektləri və nəqliyyat sistemləri kəndlə müqayisədə daha əlverişlidir. İnsanlar şəhərdə daha çox informasiya və imkanla qarşılaşır, müxtəlif sahələrdə inkişaf etmək şansı qazanır. Burada istənilən məhsulu, xidməti və ya təhsili tapmaq mümkündür. Texnologiyadan istifadə, internetə çıxış, sürətli ünsiyyət, daha geniş sosial çevrə və şəhər sakinləri üçün adi bir hala çevrilmişdir. Eyni zamanda şəhərdə yaşamaq bəzi insanlar üçün ilham verici ola bilər. Burada sənət, elm, texnologiya və mədəniyyət iç-içə olduğu üçün fərdi inkişaf üçün əlverişli şərait mövcuddur. Lakin şəhər həyatının da öz çətinlikləri var. Burada insanlar bir-birini çox zaman tanımır, yadlıq və soyuqluq hiss olunur. Tıxac, səs-küy, hava çirkliliyi, stres və tələsik həyat tərzi şəhər insanının gündəlik reallığına çevrilmişdir. Uşaqlar fiziki fəaliyyətə az zaman ayırır, təbii mühitlə əlaqələri zəif olur. Əksinə, kənd həyatında hər nə qədər çətinliklər və ağır işlər olsa da, insanlar daha təbii şəkildə yaşayır, günə günəş doğmazdan başlayıb, axşam gün batanda dincəlməyə gedirlər. Kənddə maddi imkanlar şəhərə nisbətən daha az olsa da, insanlar az ilə yetinməyi bacarır, bir çox şeyə dəyər verərək yaşayırlar. Əslində, kənd və şəhər həyatını bir-birindən üstün tutmaq doğru olmaz. Çünki bu insanların və ehtiyaclarından, dünya görüşündən və həyat məqsədlərindən asılı olaraq dəyişir. Bəzilər təbiətə yaxın olmaq, sakitlikdə yaşamaq və kənd həyatının sadəliyindən zövq almaq istəyir. Digərləri isə şəhərin məkanlarından faydalanaraq
karyera qurmağı, öyrənməyi, yeniliklərlə iç-içə olmağı üstün tutur. Hər iki həyat tərzi öz yerində dəyərlidir. Əsas məsələ insanın yaşadığı mühitdə özünü rahat və faydalı hiss etməsidir. Gəlin keçək suallarımıza. Gördüyünüz kimi müqayisəmiz şəhər və kəndin müqayisəsinə əsaslanırdı. Kənd həyatı doğru fikir istəyir bizdən. Kənd həyatı şəhər həyatından daha üstündür. Xeyr, mətndə də deyirdi ki, birin digərindən üstün tutmaq olmaz. Şəhər həyatı hər kəs üçün uyğundur. Xeyr, hər kəs üçün uyğun olsa, onda hamı şəhərdə yaşayardı. Kənd və şəhər həyatının hər biri müxtəlif üstünlüklərə malikdir və insanın ehtiyacına görə dəyər qazanar. Deməli, doğru cavabımız C bəndidir. 23-ə baxırıq. Mətnə əsasən kənd haqqında yanlış fikri seçin. Kənddə insanlar bir-birini tanıyır və sosial münasibətləri daha sıx olur, doğrudur. Kənddə yaşamaq insanın texnologiya ilə daha sıx əlaqədə olmasını təmin etmir. Çünki texnologiya idi, infrastrukturun çox olması, məktəblər, kitabxanalar, nəqliyyat vasitələri və s. bunlar şəhərə aiddir deyə doğru cavab olacaq B bəndi. Yenə qeyd edirəm, vəsaitimizi istənilən kitabxanadan əldə edə bilərsiniz və yaxud da 055 527 25 99 nömrəsindən yazaraq da əldə edə bilərsiniz. Biz hazırda sizin üçün bu sualların əldə edən şagirdlərimiz üçün izahlarını çəkib YouTube-a yerləşdiririk ki, əldə etməyən şagirdlər üçün də faydalı olsun. Qeyd edim ki, izahların ardının gəlməyini istəyirsinizsə, mütləq şəkildə bunu rəylərdə bildirin ki, izahlar davamlı şəkildə sizlər üçün çəkilsin. Şəhər haqqında hansı fikir yanlışdır? İnsanlar daha çox informasiya və imkanlarla qarşılaşırlar, doğrudur. Sakit və stressdən uzaq olan kənd həyatı idi. Çünki şəhərdə nəqliyyat, tıxac, səs-küy çoxdur, mətn bizə bunu deyirdi. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulub? Kənddə insanlar torpaqla məşğul olur, ona görə də fiziki zəhmət tələb edən işlər çoxdur, düz deyir. Şəhərdə infrastrukturlar inkişaf edib, buna görə də insanlar daha rahat təhsil və səhiyyə xidmətlərindən istifadə edir, doğrudur. Şəhər həyatı sakit və stressdən uzaqdır, buna görə də insanlar daha sağlam yaşayırlar. Bu şəhər həyatı yox, kənd həyatına aid idi, ona görə də yanlış cavab C bəndidir. Mətnə görə kənd həyatının aşağıdakılardan hansı üstünlüyü yoxdur? İnsanlar bir-birinə kömək edir, yaxın münasibətlər qururlar, doğrudur. Fiziki əmək və təbiətlə əlaqə daha çoxdur, doğrudur. İnfrastruktur və texnoloji imkanlar şəhərə aid idi, kəndə aid deyil idi deyə cavab C bəndidir. Görsəsinə mətni rahat oxuyanda cavablar da rahat tapılır. Mətnə əsasən boşluğu düzgün tamamlayan variantı seçin. Kənd həyatında insanlar bir-birinə daha yaxın olur, çünki yaxşı tanıyır və sosial əlaqələri sıxdır. Yəni cavab C-dir. Şəhərdə əsasən insanlar başqa yerlərdən gəldiyi üçün şəhər deyəndə fərqi yoxdur. Məsələn, Bakıdan danışaq. Bir rayondan, bir kənddən, bir başqa şəhərlərdən gəldiyi üçün insanların çoxu burada bir-birini tanımır və qonşuluq əlaqələri də zəifdir. Amma kənddə məsələn nənənizin, babanızın yanına getdikdə görürsünüz ki, orada daha mehribandır insanlar, bütün qonşular bir-birini tanıyır. Ümumiyyətlə qonşu olmasa da bir-birini tanıyırlar, salamlaşırlar. Ona görə də əlaqələr kənddə daha sıx göstərilir və kənd daha balaca olur, şəhər böyük olur və insanların tanınması da əsasən buradan qaynaqlanır. 28-ə baxırıq. Mətnə əsasən kənd və şəhərin fərqləndirici məqsəd və xüsusiyyətləri ilə bağlı hansı yanlışdır, yanlış axtarırıq. Kənd həyatı daha çox təbiətə yaxınlıq, sadəlik və fiziki əmək üzərində qurulub, düz deyir. Şəhər həyatı insanların daha çox sosial təmasda olduğu, birlik və yaxın münasibətlərinin güclü olduğu bir mühitdir. Xeyr, biz bayaqdan deyirik ki, sosial mühit kənd həyatındadır. Şəhər həyatında isə yaddılar bir-birlərinə. Ona görə cavab B bəndidir. 29-a baxırıq. Biri şəhər və kəndin oxşar xüsusiyyətidir. Hər ikisi insanların yaşaması, işləməsi və cəmiyyətin bir hissəsi olması üçün nəzərdə tutulmuşdur. Cavabımız olacaq A bəndi. Hər ikisində insanlar texnologiya şəhərdə idi. Təbiətə daha yaxın olmaq kənddə idi. Təhsil və səhiyyə imkanı daha geniş şəhərdə idi. Sonuncu abzasda nədən danışırdı? Sonuncu abzasda bizə deyirdi ki, şəhərlə kəndin deyirdi, yəni onların biri digərindən üstün deyil. Hamısı bərabərdir. Əsas olan odur ki, insana hara rahatdır, hara doğmadırsa orada yaşasın.
O səbəbdən cavabımız olacaq üstünlük yox, uyğunluq əsaslı. Nəticələrinizi rəylərdə bölüşün. Mütləq şəkildə növbəti gün, yəni bazar günü üçün də riyaziyyat suallarının izahının paylaşımı olacaq. Yəni istəyirsinizsə mütləq şəkildə bunu rəylərdə bizimlə bölüşün və videonu bəyənib paylaşmayı unutmayın. Növbəti izahlarda görüşənədək hələlik.